Gətirirsən, üçbucağa x, y, z yazırsan. Buna x yazırsan, buna y yazırsan, buna da z yazırsan. ABC də yazmaq olar. Prosta burada ABC var içində deyə, qarşılıqlıq olmasın deyə x, y, z yazdım. Aha, x-dir, ona qonşu olanlar da eyni olmalıdır. Ona görə a x-dir. A-ya nə düşdü? X düşdü. Gətirirəm A bərabərdir X yazıram ki, sonradan qarşılıqlıq yaranmasın. Z-in qonşusu hamısı Z olmalıdır. Gətirib hamısına Z yazıram. Z yazdım, buna da yazdım, buna da yazdım. Buna da Z yazdım. Aha. Sonra bura Y düşəcək. Onda bura da Y düşməlidir. Bura da Y düşməlidir. Bura Z, Y varsa X yoxdur. Ona görə bura X düşəcək. Burada X düşəcək. Burada X düşəcək. Burada X düşəcək. Bunun Z, X, Y. Onda bu da Y-dir. Onda S də Y-dir. Onda burada nə olacaq? X olmuş olacaq. Sonra bura Y, bura Z olmuş olacaq. Z və burada Z olacaq. Burada Y düşəcək. İndi bunu bu şəkildə yazandan sonra baxırsan sənə hansı fiqurlar. Bax, bu fiqurlara bax, neçə dənədir? 4 dənədir. Bu iti ucu yuxarıya baxan. Bax, hansılardır? Bir budur, bir budur, bir budur, bir də budur. İndi fikir ver. Burada 2 dənə 3 var. O 2 dənə 3 hardadır bax? X, X, X. 2 dənə 3 var. Demək ki, X-in qiyməti X. 3 imiş. X bərabərdir 3-ə. Və 3-dürsə, 3-dən 3 necə idi? 3, 2, 1. Onda bura 2 olmalıdır. Burada 1 olmalıdır. Onda Z 2-dir. Z 2-dir. Y də 1-dir. İndi sənə ABC-yə hansı düşmüşdürsə, onu gətirib yazırsan. A-ya X düşmüşdür. X neçə idi? 3. B-yə nə düşüb? B-yə Z düşüb. Z neçədir? 2. B2, S-yə də Y düşüb. Y neçədir? 1. Yazdım.